Cəfər əleyhissalam deyir, mən onu dəfn edəndə o can verən məqam gördüm, dodaqları tərpənir. Deyir, qulaq astım görüm Allahın son peyğəmbəri dünyadan köçərkən nə deyir? Gördüm, deyir, ümməti, ümməti. Gördüm, insanlıq dərdi ilə dünyadan köçür. Deyir, ümmətim, ümmətim. Bir balalarının, övladlarının halından nigaran olan bir ata kimi dünyadan köçür. Və qiyamət günü də ona danışmaq izni veriləndə o birinci insanları dua edəcək. İnsanların xilası üçün mən baxmışam hədislərə, məhşərdə Peyğəmbər özünü oda közə vurur. Peyğəmbərin işi orada hamını xilas etməkdir. Diz üstə deyir, düşüb əlini duaya qaldıracaq ki, ümməti, ümməti, ilah ümmətimə rəhm elə. Allah da cavab verəcək, rəhməti, rəhməti, mənim rəhmətim onların halına şamil O hamıyla dözümlü davranırdı, mehriban davranırdı, günahkarlara şans verirdi.